Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Bu videoda mən sizə dünya görüşünün əsas hissələrindən biri olan və tələbələrin çətinlik çəkdiyi coğrafiya hissəsi ilə bağlı danışacağam və ümumi məlumat verəcəm. Çünki tələbələrin mənə belə bir sualı olur. Müəllim, biz coğrafiyadan daha çox nəyə baxmalıyıq? Çünki coğrafiya genişdir, Azərbaycan coğrafiyası çox genişdir. Bunların hər biri baxılmalıdırmı? Əziz tələbələr, Azərbaycanda coğrafiya ilə bağlı dünya görüşü suallarında qeyri-şərtsiz bilməli olunan hissələr var. Məsələn, çaylarımız, göllərimiz, fiziki coğrafi vilayətlərimiz, Azərbaycanın sərhədləri, quru sərhədləri, dəniz sərhədləri, Azərbaycanın iqtisadi rayonları, rayonların iqtisadi bölgə olaraq bölgüləşməsi və həmin rayonlarda kənd təsərrüfatı sahələrinin fərqli formatda inkişaf etməsi mütləq bilinməlidir. Və ən əsas məsələ Azərbaycanın mütləq bilməlisiniz qoruqları, milli parkları, Azərbaycanın filiz yataqları, qeyri-filiz yataqları mütləq bilinməlidir ki, bunlar imtahanda istifadə oluna bilər. Mən sizə coğrafiya ilə bağlı ən önəmli hissələri qeyd etdim. Əlbəttə ki, bunların əlavələri var ki, hər biri dünya görüşü kitabımda öz əksini tapmışdı. Ətraflı məlumat üçün kitabı əldə edə bilərsiniz. Sağ olun, növbəti videolarda görüşərik.